Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti və onun arxasında o vaxt və bugün duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirlər ki, bu hadisə örtbasdır edilsin, Ermənistan məsuliyyətə cəlb edilməsin, Ermənistana qarşı hər hansı bir sanksiyalar tətbiq edilməsin və onlar cəzasız qalsın. Biz çalışırdıq 10 illiklər ərzində, xüsusilə son illər ərzində çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik.